Salam əziz dostlar və izləyicilər, hər birinizi kanalımda xoş gördüm. Bugün sizin dünyanın idarə olunmasının adı çəkilən, masonlar əlaqəsi olmaqda adlandırılan bəşər tarixinin ilk milyarderi Rockefeller ailəsi. Bu qulaq asacağınız hekayə böyük balıqların sadəcə kiçik balıqlar deyil, digər böyük balığı yeməsinin hekayəsidir. Daha hansı insanlar, milyarderlər haqqında danışmağımı istəyirsinizsə, rəy bölümündə yazın. Xanədanın rəisi John Davidson Rockefeller 8 uşaqlı yoxsul kənd ailəsindən doğulan bu insan dünyanın zəngin insanı olmaq üçün nə etdi? Gəlin ona baxaq. Kasıb olduqlarından oxumağın yarımçıq qoyub 16 yaşında Wheat and Tuttle şirkəti onun mühasib köməkçisi vəzifəsini işə götürür. 4 il keçəndən sonra artıq 20 yaş olan John Rockefeller təcrübəli biri idi və öz ortağı ilə bərabər şirkətini qurur. Əvvəl buğda, duz, donuz əti ticarət etsə də, neft adı verilən maddə onun dönüş nöqtəsi olur. O zaman neftin qiyməti bilinmirdi və dəyərsiz bir şey hesab olunurdu. Təsəvvür edin ki, motorlu maşın belə yaradılmayıb və qatar, gəmilərdə yanacaq kimi kömürdən istifadə olunurdu. O zaman insanlar da balina yağı istifadə edirdilər. Lampalarda, işıqlandırmada. Balinalarda çox ovlandığından artıq balinalar tapılmırdı və balina ovlamağa gedən gəmilər uzun müddət geri dönmürdü. Balina yağındakı qiyməti bahalaşmışdı. O vaxtki texnologiyalı neft çıxarma işi çətin idi və metallərlə qazırdılar, heç bir şey çıxmırdı. Rockefeller heç işini şansa buraxar. Neft çıxarmada işi çətinliyi görmüşdür. Bir damcı belə neft çıxarmadan neft satanlardan nefti alıb, kimyəgər ortağı ilə nefti rafin etmək, yəni xam nefti emal edib, daha işlərinə bilən neft məhsullarını çevirməyə istiqamətlənir. İstədiyini əldə edib, yəni kerosin əldə etdikdən sonra artıq lampalarda təhlükəsiz yanma olacaq. 1860-cı illərin sonunda neft sektorunda çox istehsal başlayır və hər yerə neft rafinerləri qurulur. Neftdən pul qazanmaq üçün neftin qiymətini istehsal edənlər aşağı salda, rəqabət güclənir və Rockefeller bunun bir çarəsini tapmalıdır. Digər rafinerləri də idarə etməlidir, amma buna çox pul lazımdır. Bir nəfərdən yardım alıb standart keyfiyyətdə kerosin hazırlayan Standard Oil şirkətini qurur. Anonim şirkət olduğuna görə hissələrini sərmayə artırmaq üçün sata biləcəklər və 2 il içində Standard Oil şirkətinin sərmayəsi $1 milyon 3 milyon 500 min dollara qalxır. Təsəvvür edin. Rockefeller hissələri satıb şirkətə pul axını yaradır və digər kiçik rafinerləri də alır. Rockefeller vaxt keçdikcə pul verib ortaqların hissələrini alır və Standard Oil şirkətinin ən böyük hissədarı olur. Rockefeller ziyanlı olsa belə aldığı kiçik rafinerlərin neft qiymətini aşağı salır və digər böyük rafinerlər də neft qiymətini aşağı salmaqla təhdid edir. Deyir ki, ya Standard Oil-ə qatılarsınız, ya da yox olarsınız. 4 ay içindəki Cleveland-dəki 26 rafinerdən 22-sini alır. Geridə qalanlar da onunla mübarizəyə girmədən ona qatılır. Elə bir monopoliya qurur ki, neft qiymətinə öz nəzarət edir. Amma neftin nəqliyyatı elə neftin istehsalı qədər önəmlidir. Rockefeller özəl bir nəqliyyat müqaviləsi ilə Cornelius Vanderbilt'in dəmir yolunu neft ilə dolduracağına söz verir. Rockefeller isə Vanderbilt'in daşıyacağından daha çox neft sahibi idi və onun rəqibləri ilə də işləməli idi. Rockefeller illərcə Vanderbilt və Tom Scott'ı bir-birinə düşman edir. İkili oynayıb neftin qiymətini aşağı salır. Bu vəziyyət Vanderbilt'in xoşuna gəlmir. Vanderbilt qürurunu ayaq altına atıb Tomun yanına gedib deyir ki, bax Tom, sən mənim ən böyük rəqibimsən. Amma Rockefeller çox havalanıb. Biz olmasaq heç bir şey edə bilməz. Gəl ittifaq edib onu ayağımıza gətirək. Birləşən dəmir yolu şirkətləri razılığa gəlib Rockefeller neftini sabit qiymətdə daşımağa razılaşırlar və hətta qiymətini artıq pul istəyirlər. Hətta bilirsiniz, nefti boru ilə daşımaq Rockefellerə aiddir. Bir gün gələcək neft kralı Rockefeller rafinesinə gəzəndə nefti bir yerdən digər yerə necə daşındığını izləyir və o an onu problemdən qurtarır. Əyalətlər arası boru xətti yaradır. 4000 mildən artıq boru xətti döşəyir. Bunun elədiyi dəmir yolu şirkətlərinin hissələrinə zərbə vurur. O qədər güclü olur ki, ölkənin 360 dəmir yolu şirkətinin 1/3 yox olur. Rockefeller artıq daha da güclənir. Pensilvaniya dəmir yolu böyüyü Tom Scott daşıdığı neftin 3/2-si Standard Oil-dan olmasına baxmayaraq Rockefeller parçalamağa and içir və öz yeni boru xəttini qurur. Neft çıxaranlar Rockefellerə qarşı döndürür. Rockefeller elə bir şeydir ki, boru xəttlərinin Pittsburgha çatmayan dəmir yolu hələ də Tom Scott idarə edir. Və Rockefeller zərərli olsa belə Pittsburghdakı bütün neft rafinerlərini bağlayıb Pensilvaniya dəmir yoluna az qoyur. Etdiyi milyondan zərərinə olsa da sonunda qazanacaq. Tom Scott öz qazdığı quyuya düşür və dəmir yolundan neft getmədiyindən Pensilvaniya 3 ay ərzində 10 milyon euro itirir. Scott minlərlə işçini işdən çıxarır, qalanları da maaşını azaldır. İşçilər Pensilvaniya üsyanını qaldırırlar. Zərər o qədər böyüyür ki, dəmir yolu bağlanır. Tom Scott Rockefeller'in yanına gedib digər şirkətin bütün varlığını satmağı təklif edir.
Rockefeller bankçıların qapısına gedib 24 saatda $3 milyon nağd pul yığır və şirkəti alır. Rockefeller 1877-ci ildə Amerikanın neft bazarının 90%-ni idarə edir. O artıq dünyanın ən böyük neftçisi, Amerikanın ən güclü adamıdır. Özdə heç 40 yaşı belə yoxdur. 1879-cu ildə Thomas Edison közərən lampa ixtiradı və Morgan Edisona maliyyə yardımı edib Edison Power Company qururlar. O boyda Rockefeller bir közən lampanın onun batırmasını heç qoyar, neftdən əl çəkmək niyyəti yoxdur, elektrikə qarşı propaganda edir. Xalqı elektrikin təhlükəli barəsində qorxutmaq üçün PR kampaniyası başladır. Çarəsizlik içində evlərdə elektrikin istifadəsini dayandırmaq üçün çalışanda yeni bəxti gətirir. Benzinlə işləyən ilk motorlar hazırlanır. Henry Ford çoxlu miqdarda istehsal olunan avtomobili bazara təqdim edir. Beləcə neftin əsl böyük əhəmiyyəti ortaya çıxır. Dünyanın neftə ehtiyacı var. Kömür enerji mənbəsi kimi yerini neftə verdikdə Rockefeller sərvətinə sərvət qatır. 1896-da Amerikada prezident seçkiləri olacaq və namizədlərdən biri William Jennings Bryan'dır. Amerika iqtisadiyyatı rəqabət etməyə çalışan kiçik firmaların udulduğu, monopoliyanın hakim olduğu iqtisadiyyata dönüb. Namizəd Bryan haqsız rəqabəti aradan qaldırmaq üçün təkəllərə qarşı müharibə elan edir. Xalq da elə bunu istəyir. Amerika kapitalizmin simvol adlarından olan Morgan, Rockefeller, Carnegie dağıtmağa söz verir. Bunlar dünyanın ən varlı, ən güclü adamlardır. Bunlarla necə mübarizə etsin? Bu üç güclü adam oturub siyasətçinin onları xərcləməsinə baxmayacaq. Bir-birini uzatdığı qılıncları qınına qoyub gözəl plan qururlar. Öz dəstəklərini Bryan'ın rəqibi olan McKinley-yə verib McKinley-nin kampaniyasına $20 milyon pul hədiyyə edirlər. Bu ABŞ tarixindəki ən bahalı kampaniyalardan biridir. Bryan isə atak edib ara vermədən ABŞ-da kampaniyalara çıxır. Fəqət nə etsə də pulun gücü qarşısında məğlub olur. ABŞ-ın 25-ci prezidenti William McKinley olur. Amma pulun ala bilməyəcəyi insanlar var. McKinley sui-qəsdə uğradıqdan sonra Theodore Roosevelt 40 yaşında prezident seçilir. Vəzifəyə gələn antitrust qanunları fəaliyyətə gətirir. ABŞ Ali Məhkəməsi Roosevelti dəstəkləyir. Bunu etmək istəyirlər ki, monopoliyanın qarşısı alınsın və bazarda rəqabət olsun. İlk olaraq Morganın idarə etdiyi dəmir yolunu idarə edən şirkəti ticarətə mane olmağa təhdid edir və hökumət məhkəmədə udur. Morganın şirkəti parçalanıb ayrı-ayrı dəmir yolu şirkətinə bölünür. Bundan sonra isə gəliri dövlətdən çox olan, dövlət içində dövlət olan Rockefellerin Standard Oil şirkəti ticarətə mane olmaq adı ilə ona məhkəmə işi açır və açdığı işi udur. Standard Oil şirkəti 34 şirkətə bölünür. Standard Oil'dan ayrılan və bugün böyük olan Chevron, ExxonMobil, BP'nin Amerika qolu və Sun Oil olur. Şirkət parçalandıqdan sonra Rockefeller bu şirkətlərdə hissə sahibi, filantrop da olur. Bugünün pulu ilə $35 milyon Chicago Universiteti qurulur. 1937-ci ildə 97 yaşında dünyanın ən zəngin insanı kimi ölür. Forbes-in hesablamalarına görə inflyasiya hesablandıqda mirası $340 milyard olub. Bugünkü $15 trilyon sərvətlər JP Morgan Chase bankını idarə edən, hətta Dünya bankına kredit mənbəsi kimi yaradan bir ailənin gücünü xəyal edin. Kanala abunə olub bəyənməyi unutmayın.